Deməli uşaqlar, birincidən danışırıq. Nə deyir bizə? Deyir, Xəzər xaqanlığının sosial-iqtisadi inkişafına aid deyil. Xəzər xaqanı vergi və rüsumların toplanmasında qayda-qanun yaradırdı. Bəli. Sabitlik və təsərrüfatın yüksəlişi ölkədə şəhərlərin inkişafını, bəli, Xəzər xaqanlığı Xəzər dənizinin sahilində yerləşir. Çox gözəl ticarəti var idi. Xəzər şəhərlərə ayrı-ayrı ölkələr arasında əlverişli ortaq bazar, bəli, sağa da, sola da bütün ticarət yollarının üstündə yerləşirdi. Avropada, Mərkəzi Asiya. 8-ci əsrdən Xəzərlərin bir hissəsi oturaq həyata keçib, bəli, əkinçiliklə məşğul olublar. Xəzərlər, heç bunları tutaq ki, bilmirsiniz. Xəzərlər Mərkəzi Asiyadan xilafətə gedən ticarət yollarının təhlükəsizliyini qoruyur. Xəzər xilafətlə düşməndir, onun yolunun təhlükəsizliyini niyə qorusun ki? Y variantı yanlışdır. Məntiqi ardıcıllıq. Monqol yürüşləri nəticəsində Oğuzlar qərbə doğru sıxışdı. Söhbət 13-cü əsrdən gedir. Əmir Teymurun türk-müsəlman dünyasını birləşdirmək siyasəti iflasa uğradı. İndi baxıram ki, Əmir Teymurdan sonra burada nə var? Məsələn, Oğuzların ilk dövləti Səlcuqlar, tutaq ki, götürmərəm. 11-ci əsrdə mən Teymurdan sonra axtarıram. Monqol hakimiyyəti Teymurdan sonra deyil. Türkmen boyları Azərbaycanı tərk etdi. Türkmen boyları 13-cü əsrdə Monqollar gələndə gediblər. Şirvanşahlar dövlətinin daimi müstəqillik qazanması, daimi niyə? Teymurilərdən sonra bəyəm Şirvanşahları belə deyək, süqut etdirən məsələn elə Səfəvilər var və yaxud da Qaraqoyunlardan asılı olub Kür döyüşündə. Müstəqillik teması yoxdur. Oğuzların Azərbaycan və qonşu ərazilərdə söhbət Qaraqoyunlu və Ağqoyunlu, Baharlı və Bayandurlu Oğuzlarından gedir. Hakimiyyəti bərpa olundu. Bəli, 2-yə gedir Y variantı. Xlodvig Martel Böyük Karl. Hərbi islahat keçirməsi yazaram Karl Martel'ə. Bavariya və Avarı süqut etdirən Böyük Karldır. İtaliyada ərəb var İspaniyada. C-ni bütün variantlarımdan silirəm. Sonra C-ni siləndə zaten qalır bir dənə BC. Salik qanunlarının tərtib olunması Xlodvigə aiddir. 8-in 50-ci illərində hakimiyyətə gəlməsi də heç biri Xlodvigdə 500-lərdədir. Karl Martel hakimiyyətdə deyil, hərbiçidir 732-də həm də. Böyük Karl da 768-də gəlib. Ən azından C ilə yeni variantlarımdan siləndə C-lər belə gedir, qalır bir dənə C variantım. 3-də qalır C variantı. 4. 11-12-ci əsrlər tarixi üçün səciyyəvi idi. Söhbət Səlcuq və Eldənizlərdən gedir. Qopçur Monqollarda da 13-cü əsr sildim. Tacir və sənətkarlardan Tamğa, Monqollarda da Tamğa sildim. Kəndlər Malcəhət Qaraqoyundan başlayır, sildim. Xostaq Sasaninidir, sildim. Qaravul dəstəsini və ya rəsmi şəxsi təmin etmək üçün Səlcuqların dövründə Allah vergisi var idi. Nal bahası, şərab bahası, silah bahası, bunlar hərbiçilər üçün idi. Alafı isə qaravullar və ya rəsmi şəxslər üçün idi. Onun cavab D variantı. Ərəblərin Azərbaycan mərzbanı ilə bağladığı müqavilənin şərtinə görə. Ərəblər 642-43 Vazrut Cərmidan döyüşlərində qalib gələndən sonra düz qoyublar Ərdəbillərlə müqavilə bağlayıblar ki, imkan daxilində can vergisi ödəyin. Bax, orada ağda yazıb ki, həddi buluğa çatan hər bir şəxs 1 dinar məbləğində gezit yox, cizyə olsaydı. Müsəlman azanda əhali onu bir gün bir gecə evində saxlayacaqdı. Yerli əhali müsəlmana qarşı səmimi olmalı idi. Bu Muğanla imzalanıb. Muğan 3 il ki onlara müqavimət göstərib. Ərəb də Muğanı 644-də tutandan sonra deyib ki, hər bir həddi buluğa çatan can vergisi ödəsin. Lazım gələrsə müsəlmana sığıncaq verin. Lazım gələrsə ona səmimi olun. Şərtləri pozsuz, cəzası ağırdır. Amma Ərdəbildən isə deyir ki, imkan daxilində hər kəs can vergisi versin. Bu zəkat söhbəti də yoxdur. Azərbaycan əhalisi xilafət ordusuna xidmət etdikləri üçün can vergisindən azad idi. Zəkat yox. Can vergisi ödənilirdi. Ne üçün hərbi xidmətə getmirdin? Can vergisi ödəyirdin ki, kimsə səni qoruyur da, yaşayırsan axı və hərbi xidmətə getirsənsə o can vergisindən azad idi. Yəni uyğun cavabımız dayı. Azərbaycana edilən Səlcuq yürüşlərindən fərqli olaraq Monqol yürüşləri dövründə Şirvanşahlar tabe edilib hər ikisində. Azərbaycan siyasi inzibati mərkəzə çevrilib. Siyasi mərkəz deyirsə, söhbət paytaxtdan gedir. Mən baxıram Səlcuqların Azərbaycanda paytaxtı var. Nişapur, Rey, İsfahanı yox heç biri. Amma Hülakilər Azərbaycanda yaranıb. Marağa, Təbriz, Sultaniyə, Təbriz. Ona görə uyğun cavabım siyasi mərkəz deyirsə paytaxtdan gedir söhbət. Yerli dövlətlərlə müqavilə, nabarot Səlcuqlardır, Rəvvadi Şəddadinə. Əhali üzərinə yeni vergilər qoyulması hər ikisində var. İqta torpaqda hər ikisində var. Uyğun cavabım B variantı. 7.
Yeni sülalənin əsasını qoyub Heysam ibn Xalid. Xalid dövlət yaradıb, sülaləni məziyyət yaradıb. 10-cu əsrdə Dəbil əmirliyinin əsasını qoyub Ləşkər. Ləşkər dövlət yaradıb. Dəbil əmirliyini Şəddad yaradıb. Sacilər dövlətinin banisi Yusif yox, ən güclüsüdür Yusif, banisi Məhəmməddir. Yeni dövlətin banisi olub İbrahim yox, atası Mərzuma ibn Məhəmməd. İbrahim yaramazın təki olub. 8-in sonlarında əmirlik yaradıb, rəvvadilər doğrudur. Dövlət yox, əmirlik. Venn diaqramına çıxırıq. Daş tunc. Hərbi iş əsaslısa hərb söhbəti varsa tuncdur. 2-yə yazdım ha. Mikrolit alətlərdən istifadə bugün də var. Kiçik ölçülü alətlər yoxdur bəyəm. 3-ə yazdım B. İstehsal təsərrüfatının mövcud olması bugün də var. Yazdım B, C. İnsanlar süni yolda od əldə etməyə başladılar. Bu daş dövrüdür. 1-ə yazdım D-ni. Ticarətin yaranması da bu da son tuncdur. Deməli 3-ə yazdım B, C-ni. Cavabım çıxdı A variantı. Yox, A deyil. Bir dəqiqə. Bir dəqiqə. Deməli 1-ə yazdım D-nı, süni yolla, aha. 2-yə yazdım tunca, hərbi işlə məşğul olmaq. Bir də ticarətin yaranması, orta tuncda yaranıb, son tuncda inkişaf eləyib. 3-ə də yazıram B-ni. Hərbi işin əsas məşğuliyyətə çevrilməsini hara yazır bu mənim üçün? 2-yə, həm də düz deyirəm də, niyə ilişdim mən burada? Bir dəqiqə. Deməli 1-ə D-ni yazdım. Süni yolla od əldə etməyə başladı. Aha. 2-yə yazdım hərbi işi, bir də yeni ticarətin yaranması orta tuncda. Hədə 3-ə də yazdım B, C-ni. Doğrudur da dediyim kimi elə C variantı. 9. 17-ci əsrin 20-ci illərində Səfəvilər və Osmanlılar arasında dostluq münasibətinin pozulmasına nə təsir göstərirdi? Söhbət gedir 1620-lərdən. Heç nə Osman ölmüşdü, 4-cü Murad gəlmişdi, Şah Abbas da getdi, Ərəb İraqı Bağdad daxil tutdu. Y variantı. Dostluq pozuldu, axırıncı mərhələ başladı. Böyük Moğol şahlarından fərqli olaraq Dehli. Dehli neyniyib? Hindlilərin hakimiyyətini yuxarı vəzifələrə cəlb edən bu Moğoldur. Dehli deyil. Moğolda Hindli də müsəlman da otura bilirdi, amma Dehlidə ancaq müsəlmanlar və türklər oturmalıydı. Hakimiyyətini bütün Hindistana yayan hər ikisi. Dehlidə Əlaəddin Xələcdir, Moğolda Əkbərin varisləridir. Qonşu dövlətlərlə siyasi iqtisadi əlaqələr bu Moğoldadır. Səfəviylə, Osmanlıla, Portuqaliya və Özbəklə. Monqol yürüşlərinə məruz qalan bəli Dehlidir. El tutmuşun dövründə Cəlaləddin saxlamışdı deyənə, ona görə xarici müdaxiləyə qarşı mübarizə hər ikisində də mövcuddur. Sonra deməli uyğun cavabımız D variantı. 11. 19-un 40-cı ilindən fərqli olaraq 70-ci illər Azərbaycanda bəylərə kəndlər üzərində polis məhkəmə hüququ verilib 46-da. Bu 70 deyil, A-nı sildim. Kəndlərə torpaq payı verilirdi. 40-da da var, 70-də də var, sildim. Ümumi imperiya qanunları əsasında məhkəmə bu 1840-dır. Bunu da sildim. Torpaq alqı-satqı obyektinə çevrildi. Bəli, 11-də uyğun cavabımız D variantı 1870. Torpaqdan istifadə əvəzinə mal cəhət hər ikisində var idi. Birinci Dünya müharibəsi dövründə Cənub-Qərb cəbhəsində süvari diviziyanın komandanlığı etmiş, 2-ci süvari korpusun Visla çayı sahilində Makkenzin komandanlığı altında Alman qoşununu məğlub edib, Çarın yeganə yavəri, yavərsə Hüseyin xan Naxçıvanskidən gedir söhbət, cavab D variantı. Uyğunluq. San Stefano imzalandı, Yunanistan tam müstəqil oldu. Xeyr, Yunanistan Ədirnədə müstəqil olub. 1878-ci ildə Berlin konqrensi keçirildi. Qars Batum Ərdahan Rusiyaya verildi. Doğrudur. Nankin imzaladı Çinə İngiltərənin 5 şəhərində. Çinə yox. İngiltərəyə Çinin 5 şəhərində. 3 yanlışdır. Ayqun sülhü imzalandı. Amurun sol sahili Rusa verildi. Doğrudur. 2-4. Söhbət 1858-dən gedir. Spartaya aid olmayan hərbi feodal dövlətdir. Feodaldır bəyəm Sparta, quldar dövlətdir. A-nı sildim. Elə aid olmayan adı. Likur qadında rəhbəri var. 5-ci əsrin 1-ci yarısında 480-490 həməndən dalaşıb. Afinanın 431-404-də dalaşıb. 1-ci minlikdə Cənubi Yunanistanın işğalını başa çatdırıb. Bəli, 2-ci minin sonu gəlib. 1-ci minlikdə, yəni 7-ci əsrdə Messeniyan işğalı ilə Cənubi Yunanistan Peloponesi tutub. Uyğun olmayan variant A variantı. Sultanbudu 1812, Zəyən 1805, Gilgilçayda 1810, 2-3-1 Y variantı. Lozanna Montreux. Lozanna 1923-cü ilin iyulundadır, Montreux 1936-cı ildədir. Türkiyədə işğal rejimi Mudros və Severin ləğv olması Lozanna.
İkinci Dünya müharibəsi ərəfəsində Türkiyənin bitərəfliyi bu Sərdabaddır, B-ni sildim. Türkiyənin müstəqilliyi və yeni sərhədləri tanındı, Lozanna. Qaradənizə çıxışı olmayan dövlətlər çıxa bilməz, Montre. Bosfor, Dardanel boğazları da Montredir. Deməli, 1-ə yazdım A-la C-ni. Cavabım çıxacaq 16-da A variantı. 17. 1768-ci ildə Osmanlı dövləti Avstriya və Fransanın təhriki ilə Rusiyaya müharibə elan etdi. Hərbi əməliyyatlar Balkan yarımadasında, Krım və Qafqazda aparılırdı. 1770-ci ildə Larqa, Kagul, Çeşmə döyüşlərində Rus ordusunun və donanmasının qazandığı qələbələr müharibənin taleyini həll etdi. Lakin Avropa dövlətlərinin təzyiqi ilə Rusiya müharibəni dayandırdı. Müharibədə məğlub olan Osmanlı dövləti Krım xanlığının müstəqilliyini tanıdı. Nəticənin biri yanlışdır. Bəhs edilən hadisə 18-in ikinci yarısıdır. Düz deyir, kiçik qaynarca dönəmidir bu. Rusiyanın müharibədə üstünlük qazanması Avropanın maraqlarına uyğun deyildi. Düz deyir. Rusiyanın müharibədə üstünlük qazanması Krım xanlığının gələcək işğalına şərait yaradırdı 1783 üçün. Düz deyir. Rusiyanın bir sıra döyüşlərdə qələbə qazanması müharibənin taleyini həll edirdi. Düz deyir. Müharibədə Avstriya Rusiyadan müttəfiq. Bu Yassı sülhündədir, 1787-91-dədir. Bunda yox, Y variantı yanlışdır. Mannaya aid uyğunluğu Udaki 829-da adı çəkilən Ahşerirdəki Aşurun tabelindən çıxır müstəqil olan. 7-nin 60-cı illərində hakimiyyətdə olan, biz demişik ki, Mannada 7-ci əsrin birinci yarısı Ahşeridir, ikinci yarısı Ualidir. Midiyada 7-ci əsrin birinci yarısı Kaştaritidir, ikinci yarısı Kiaksardır. 7-nin 60-cı illərdə birinci yarısı olduğu üçün 675-də gəlib 650-də gedib. Bu düşür Ahşerin payına. Assur dövləti ilə ittifaqı bərpa eləyən heç biri. Ulusunudur, Ualidir, onlar da yoxdur burada. 9-un 20-ci illərində hakimiyyətdə olan Udakidir. 1-ə yazdım C-ni. Urartu tərəfdarları ilə döyüşdə öldürülməsi, bu azdadı, yoxdur burada. Assur hökmdarı Aşurbanipal'la mübarizə aparan, bu da Ahşeridir. 2-yə yazıram A-ni, 1-ə də yazdım C-ni. Cavabım çıxır dayı. Xəritədə rəqəmlərlə verilən Çinlə Hindistanlı birinci minilliklə. Deməli, Çinlə Hindistana aid çox şey ola bilər, amma biz birinci minliyə aid olanı tapırıq. Hieroglif yazı sisteminin yaranması Çində var, amma eradan əvvəl 2-ci minillikdir bu. 4-cü minillikdə Misirdə idi, 2-ci minillikdə Çində idi. Bunu sildim. İlk dövlətin yaranması Hindistana yazıram. Çində ilk dövlətlər 2-ci minillikdədir, Hindistanda 1-ci minillikdə. Çünki Hindistana 2-ci minillikdə ayrılar gəldiyi üçün bunlarda dövlətlər 1-ci minillikdədir. 1-ə yazdım B. İnzibati islahatlar keçirən Sin Şi Huang idi, 1-ci minillikdə, o da 3-cü əsr. 2-yə yazdım C-ni. 1-ə B, 2-yə C, cavabım çıxır A variantı. Kasta quruluşu var Hindistanda, amma 12-ci əsr 2-ci minillik olduğu üçün götürmürəm. Pinçendə də üstünlük qazanan Hun idi, Hunun da yeri yoxdur burada. Alban Arşaki sülaləsində olan hökmdarların fəaliyyətinə aid uyğunluğu müəyyən edək. Asuagen Urnayır. 4-50-ci illərində hakimiyyətdə olması 313-dən 371-ci ilə qədər Urnayırdı. 2-yə yazıram A-nı. Yeni əlifba Asuagendir. 1-ə yazdım B-ni. 5-ci əsr ikinci yarısında Albaniya idarə edən heç biri. Asuagen 5-ci əsrin birinci yarısı, ikinci yarısı ikinci Vaçedir. Sasanilərə qarşı azadlıq mübarizəsinə başçılıq edən, o da ikinci Vaçedir, heç biri. Romaya qarşı mübarizənin aparılması da Urnayırdı. Amid Dizrav döyüşləri. 2-yə yazacağım Y-ni. Deməli, 1-ə yazıram B variantı, 2-yə də yazıram A, Y. Cavabım çıxır dayı. Uyğunluq. Sultan Süleyman Fransa tacirlərinə kapitulyasiya verdi. Venesiya Aralıq dənizində son oldu. Düz deyir. Venesiya Aralıqda nə vaxt güclənmişdi? Papanı belə deyək, təmin eləyib Konstantinopola göndərəndə 1202-4-də. Venesiya bəs nə vaxt sıradan çıxdı? 1535-də kapitulyasiya imzalananda. Osmanlılar Misiri tabe etdi, aralığa çıxdı. Xeyr, dəxilsiz bir şeydir. İspaniya və müqəddəs, yəni ki, Osmanlı usta Aralıq dənizinə çıxışı var da. İspaniya və müqəddəs Roma imperiyasının Avstriyaya dəstək verməsi Osmanlı Avstriyanı tuta bilmir. Düz deyir, Habsburqlar sülaləsi üçüdə. Belqrad şəhəri tutuldu, Avstriyan işğalı başa çatdı. Xeyr, Osmanlı heç vaxt Belqrad Avstriyanı tuta bilməyib. Maxac Macarlar məğlubdur, doğrudur. Cavabım olacaq 1-3-5, yəni Y variantı. 30-50. 30-50, baxaq nə deyir bizə? Müstəmləkə siyasətinə qarşı üsyanlar düz deyir. 30, 31, 37, 38-də. A-nı götürdüm. Sahibkar kəndlərin mülkədar tabelisi bu 46-dadır. B-ni sildim. Mülki cinayətlərə hərbi məhkəmələrdə baxılması 1840-a qədər var. Komendant ləğv olunana qədər var. 1-ə yazdım AC.
40-cı illər Dərbənd quberniyası ləğv olunub, 59-da Şamaxıda zəlzələ olub, Bakı yaranıb, 60-da Dərbənd də ləğv olunub, qatılıb Bakıya. Yanlış. Rus hökumətinin özünə sosial dayaq yaratmaq istiqamətində addım atması, bəli 46-da reskript imzalayıb, bəylər çəkib öz tərəfinə. Yelizavetpol quberniyasının, 40-da Yelizavetpol quberniyası yoxdur, 68-də yaranıb Yelizavetpol quberniyası. Deməli, 1-ə yazdıq, nə yazdıq? A-nan. Müstəmləkə siyasətinin üsyanları, bir də 1-ə yazdıq A-nan C-ni, 2-yə də yazdıq B-ni. Cavabımız C variantı. 23. Sultan Süleyman Qanuni 1535-də Azərbaycana yürüş elədi. Niyə qayıtdı? Heç nə, xəstəlik var idi, bir də ərzaqı çatmırdı, Təbrizdə yandırılmışdı. 2-3. Azərbaycan SSR-də 20-ci illərdə həyata keçirilən mədəni tədbir. Kinostudiya 1926. Ərəb əlifbası latına keçib 1929. Qazaxda müəllimlər seminariyası 1876. Kiril qrafikalı əlifbaya 1839-40. Azərbaycan Teleqraf Agentliyi 1920-dir, amma AXC-nin dövrüdür. Ona görə uyğun cavabım 1-2. Şimali Azərbaycanda 19-cu əsrin ikinci yarısı, Cənubi Azərbaycanın 20-nin əvvəli. Ana dilində mətbuat bizdə 1875-də, onlarda 20-nin əvvəlləridir, bizdə ikincinəndir. Biri götürürəm. İlk opera elə bizdə 1908 Leyli Məcnun, bizdə də 20-nin əvvəlidir, ikini götürmürəm. Milli Demokratik Partiya bizdə ilk demokratik təşkilatımız 1903-dür, Müsəlman Gənclik götürmürəm. Çünki 19-da deyil. İstiqlal Muzeyi AXC-nin dövründədir, götürmürəm. İlk teatr binası, bəli, 73-də teatrın özüdür, 83-də binasıdır bizdə. Onlarda da 1909-da teatrdır, 16-da binasıdır. Deməli, uyğun cavabım 1-5. Xronologiya. Bakı, Tbilisi, Ərzurum 2007, Neft Fondu 1999, Qarsdakı 2017. Deməli, uyğun cavabım 2-1-3. Truman Marshall Taft xətli Avropadakı müttəfiqlərinin iqtisadiyyatını düzəltmək istəyir Marshall planı. 2A. Yeni sənaye sahələrinin yaranması, işsizliyin azalması və əhalinin rifahını yüksəltmək Taft xətli qanunu. Yunanistan və Türkiyəyə dəstək Truman doktrinası. Soyuq müharibənin təsirlərinin azaldılmasına hədəflənmişdir. Heç biri. Yəni uyğun cavab burada sadəcə 1-ə C, 2A, 3-ə Y. Truman'in dövrüdür. Azərbaycan türkləri Trabzon konferansında olduğu kimi Türkiyə heyəti ilə yaxın münasibətdə idi. Yəni Trabzonda olduğu kimi indi də yaxındılar. Cənubi Qafqaz Seyminin 26 mayda dağılmasından sonra iki tərəf daha da yaxınlaşdı. Azərbaycan türklərinin və bölgənin digər müsəlman əhalisinin yardım istəkləri Osmanlı hərəkətə gətirdi. Azərbaycan türkləri Trabzonda olduğu kimi konferans müddətində Seym heyətinin öz aralarında apardığı müzakirələrdən türk tərəfini xəbərdar etmişdi. Azərbaycan Milli Şurası 28 mayda istiqlaliyyətini elan etmişdi. Milli Şura Batumda təmsil olmaq üçün öz sədrini və xarici nazirini, bir biz bunu sinifdə işlədik. Mən Xəlil bəy Xasməmmədov dedim, çünki mətni oxumadım. Xəlil bəy Xasməmmədov AXC-ni elan edən adamdır. Niyəsini də soruşanda deyirik ki, Məmməd Əmin Rəsulzadə demək Batumda konferansda olduğu üçün 28 mayda AXC-ni elan edən Xəlil bəy Xasməmmədovdur. Burada Xarici İşlər Naziri isə bu Hacınskidir. Sonra Azərbaycanda xariciyyə nazirini göndərmişdi. 2 iyun 18-ci ildə tərəflər məsələdə razılığa gəliblər. 4 iyunda Batumdan gedir söhbət. Mənbədə əsasən konferansda Azərbaycan tərəfi bir Rəsulzadə idi, bir də Hacınski idi. Xasməmmədov elə bir ki, Tiflisdə qalıb AXC-ni elan edib. Əsas 3-4 nəfərlə yaranıb da AXC. Mənbədə bəhs edilən müqavilənin 4-cü bəndində göstərilir ki, 4 iyun 4-cü bənd Azərbaycana hər cür hərbi silah-sursat köməklik olunacaq. Mənbə və tarixi biliklərinizə əsasən Batum müqaviləsinin nəticəsi Bakı Xalq Komissarlar Sovetinin, Azərbaycan Bakı Xalq Komissarlar Sovetindən, yəni bolşeviklərdən təmizləndi. Azərbaycanda müstəqil, milli, demək, özümüzün dövlətini qurmuş olduq. İndi burada situasiyanı lap dəqiq verib sizə. Yazıb ki, 30-da Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycana gəldi. Bakı Xalq Komissarlar məğlub oldu. Erməni bolşeviklər məğlub oldu. Azərbaycan hökuməti hakimiyyətini bütün Azərbaycana yaydı, paytaxt Bakıya köçürüldü. Yəni bunu ən azından elə sözlərimizlə ifadə edə bilərik. Nə çətinliğiniz olsa deyərsiniz.